Kənd adamı birinci dəfədə süd sağır. Ho ho! Heç! Hoppa bu bir. 5 şişir mənə. Anne. Çax bura. Fermada ən maraqlı proseslərdən biri şübhəsiz ki, süd sağımıdır. Görək bu zəhmətkeş xanımlar nə iş görürlər. Gəl, ho. Şves simental. Nə var, nə qaybibi? Sağ ol. Yorulmayasan. Sağ ol. Bu dədə baba üsulu var, bu əllə. Ha, Bu qaldı keçmişdə də hamısı. Qaldı. Texnika var, ha? Hər texnika yaxşıdır. Sevirsən ki, təmiz olsun. Müasir avadanlıqlar var, süd sağım aparatları var və sağımxanadakı bu gördüyünüz bütün avadanlıqlara dövlət dəstəyi var. Qoşaq, ay bibi, hara getdin? Can, gəl bura, gəl. Bunu qoşaq, altdan basırsan, arxadan bunu, hoppa, bu bir, bu ikinci, hop, bu üçüncü, hop, bu da dördüncü, hə? Sənə 5. 5 şişir mənə. Anne. Çax bura. Belə zəhmətkeş xanımlar harda var? Gecə saat 11-dir. Bu xanımlar burada əziyyətlə, zəhmətlə süd sağırlar. Ay Şimşək, bir heyvanla gün ərzində nə qədər süd Gün sağırsın? ərzində 30, 32. Bir heyvanla. Bir sağımda 30'dur da. Yox, gün ərzində 3 sağımda. 3 sağımda. 30, 32. Bu çox yaxşı nəticədir əslində. Yəni yerli cinslərlə müqayisədə ən azı 4 dəfə çoxdur. Yəni bizim yerli cinslərimiz biraz az verir də südü. Yəni maksimum 5, 6, 7 litr verir gün ərzində. Amma simental yəni verir 30. Super. Gün ərzində bir heyvandan azı 30 litr süd azdır bəyəm. Ona görə də dövlət deyir ki, cins heyvanı 60% güzəştlə al apar, xeyrini gör də. Axşam təxminən saat 12-nin yarısıdır. Saat 10-dan sağım prosesi başlayıb. Bura tövlədir. Heyvanların bir qismi sağıldı və gördüyünüz kimi sağımdan sonra heyvanlar orada qidalanmağa gedirlər, yemək yeyirlər. Nə etməlidir? Enerji toplamalıdır, yenidən süd istehsal eləməlidirlər. Çox əladır, möhtəşəmdir. Təsərrüfat işi çətindir, amma eyni zamanda şərəflidir. Həqiqətən. Burada işləyən insanlar, burada işləyən hər bir insan əziyyətinlə, zəhmətinlə, dişinlə, dırnağınla bax bu möhtəşəm mənzərəni yaradır. Onlara halal olsun.